Hər vaxtınız xeyir, bizi televiziya qarşısında izləyən dəyərli tamaşaçılar. Bugün Böyük Qayıdış Kubokunun final mərhələsini keçirəcəyik. Vaxt itirmədən həmin 4 komandanın özünü və heyətlərini sizinlə tanış eləmək istəyirəm. Göy masada əyləşəcək komanda Alyansdır. Rəşad Ağayev, Pünhan Dadaşov, Fərid Məmməd Hüseynov, Qurban Quliyev və Eldar Həsənli. Dostlar, salamlayıram sizi, xoş gəlmişsiniz. Sarı masanın sakinləri Yarımada komandasıdır. Nülüfər Tağıyeva, Ayxan Muxtar, Nicat Səmədov, Uluxan Uluxanlı, Murad İskəndər. Sizə salamlayıram, xoş gəlmişsiniz. Və 3-cü komanda yaşıl masada əyləşəcək. Komandanın adı Brainist'dir. Elcan Kərimli, Tuncay Kərimli, Murad Xəlilli, İlham Hüseynquliyev və Hüseyin Abdullayev. Siz də xoş gəlmişsiniz və son olaraq Old School komandası İlahə Sadıqova, Günay Əzimova, Elcan Süleymanlı, Nurali Məmmədov və Rasul Rızayev. Sizi yenidən bu meydanda görmək mənim üçün şəxsən xoşdur. Amma ümid eləmirəm ki, sizin üçün bugün xoş olacaq. Çünki tək rəqibiniz bir-biriniz deyilsiniz. Mən də aparıcı olaraq sizin hər birinizlə rəqib olacağım. Özünüzü alqışlayın, mən özümü alqışlayacağım. Alqışların sədası altında Xəmsə Milli İntellektual oyununun ilk mərhələsini elan eləyirəm. Mərhələmiz bəlli raunddur. Bugün Böyük Qayıdış Kubokunda final olacaq. Universitet Liqasının finalı keçirilir və finalda 4 komandanı sizə təqdim elədim dəyərli televiziya tamaşaçıları. İndi isə ilk raundun qaydaları ilə bir daha sizi tanış eləyirəm. Bəlli raundda əvvəlcədən sizə 5 mövzu elan olunacaq və bu mövzuya uyğun olaraq siz öz oyunçunuzu seçəcəksiniz. Mövzular belədir. Portretlər, meyvələr, M ilə başlayan şəhərlər, Skandinaviya rəssamlığı, sahibləri yalnız o. Komandalara vaxt verilir ki, oyuncuları təyin eləsinlər. Vaxt bitdi və komandalardan xahiş olunur ki, ilk mövzuda seçdiyi oyuncuları oyun tribunasına göndərsinlər. Portretlər mövzusu oynanılacaq. Buyurun. İlk sual. Henri de Gisse'in portretində, əynində günəşin personifikasiyası olan kişi figuru hansı kralı bildirir? Alyans. 14-cü Ludovik. Bu doğru cavabdır. Devam edirik. Tahir Salahov. Alyans. Qara Qarayevin portreti, Qara Qarayev. Bu ikinci düzgün cavabdır. Bravo Alyans. Müsahibələrinin birində qeyd eləmişdi ki, o 1950-ci illərin sonunda tez-tez opera və balet teatrına gedirmiş. Həmin dövrdə Tahir Salahov məhz Qara Qarayevin portretini işləyirdi. Devam edirik. Jacopo Barbarinin bir portretində hesab maşını və hesab kitabını da görmək olar. Alyans. Alan Turing. Yox, bu səhv cavabdır. Tələsdim bir balaca. Bu portretdə təsvir edilən şəxsin peşəsi nədir? Yarımada. Hesab maşını, hesab kitabı, yəqin ki, bu mühasibdir. Niyə yəqin ki, elə bu mühasibdir? Bravo, davam edirik. Rəssam Francisco Goya deyirdi ki, hər rəssam 2 şəkili mütləq çəkməlidir. Onlardan biri ana portretidir. Bəs ikincisi nədir? İlk olaraq düyməni Old School sıxdı. Avtoportret. Bu avtoportretdir. İkincisi özünü çəkməlidir. Davam edirik. 1963-cü ildə bir rəssam demişdi ki, gördüğümüz her şey başka bir şeyi gizlədir.
Biz həmişə gördüklərimizin gizlətdiyi şeyləri görmək istəyirik. Bu rəssamın kim olduğunu deyin. Yarımada René Magritte. Bəşər övladı portretinin müəllifi René Magritte'dir bu. Bravo! Portretlər mövzusu bitdi. Mən oyunculara təşəkkür edirəm. Masa ətrafında öz yerlərini ala bilərlər. Növbətdə oynayacağımız mövzu isə meyvələrdir. Bir neçə il əvvəl İq Nobel mükafatına layiq görülmüş araşdırmada aşkarlanmışdı ki, bunun linoleum üzərində sürtünmə əmsalı 0.0 old school. Banan qabığı. Bu banan qabığıdır, 0.07-dir. Davam edirik. 20-ci əsrin əvvəllərində Mary Fraser'in Çindən qayıdarkən gətirdiyi egzotik tüklü meyvə Brainist. Mandarin. Bu səhv cavabdır. Alyans. Kivi. Bu da səhv cavabdır. Yarımada Yeni Zelandiya. o kivi gətirmişdi və Yeni Zelandiyadan idi. Bəli, davam edirik. Kardinal Richelieu desertinin əsas komponenti hansı meyvədir? 3, 2, 1. Final mərhələsi olduğu üçün əlavə kömək və ipucu eləməyəcəm. Bu, armud və ya düşes armuduydu. Davam edirik. Yunan tapmacasının cavabını deyin. Bir xalata bürünmüş 1000 rahib. Alyans. Nar. Bu nar meyvəsidir, bravo. Davam edirik. İngiliz fizik Stephen Hawking kosmik turist kimi səyahət həyata keçirmişdi. Maraqlıdır ki, bu zaman onun yanına hansı meyvə qoyulmuşdu? 3, Vers. 2, 1, D versiyanı. Alma bəlkə. Nəyə görə alma? Alan Turing'e görə falan. Yox, əslində alma desəydin düzgün cavabıydı. Isaac Newtona göndərmə eləmişdilər. Meyvələr mövzusu bitdi. Oyunculara təşəkkür edirəm. Masada öz yerlərini ala bilərlər. Bəlli raundda M hərfi ilə başlayan şəhərlər mövzusu oynanılacaq. Komandalardan xahiş edirəm ki, öz oyuncularını tribunaya göndərsinlər. 2025-ci ilə aid məlumatlara əsasən bu şəhərdə daşınmaz əmlakın 1 kvadrat metrinin qiyməti 100.000 avrodan başlayır. Old school. Monaco. Monaco doğru cavabdır, davam edirik. Neo-Mudaxir yeni Mavritan stilinə əsaslanan memarlıq cəryanıdır. 1931-ci ildə Jose Espelion'un Brainest Madrid. hansı şəhərdə bu stildə korrida meydanı tikdiyini deyin. Bəli, bu Madriddir. Davam edirik. Simone da Orsenigo, Giovanni Solari, Antonio Brainist, Milan. Amadeo 600 ilə yaxın davam edən tikintinin memarlarından bəzilərdir. Bu tikili Milan şəhərində yerləşir. Bəli, davam edirik. M ilə başlayan şəhərlər 4. 1896-cı ildə Trafford ailəsi bu şəhərdəki əraziləri yarımada Manchester. Ernest Huli'yə satmışdı. Huli sonralar bu ərazini dünyanın ən böyük sənaye parklarından birinə çevirmişdi. Bu Manchester'dı, bravo. Davam edirik. 2024-cü il yay olimpiya oyunları çərçivəsində yelkənli qayıq yarışları məhz bu şəhərdə 4 komanda düyməni sıxıb ilk olaraq yarımadadan alacağım cavabı. Marseille. Məhz bu şəhərdə keçirilmişdi. Bu heç də təəccüblü deyil. Belə ki, bura Avropanın ən böyük liman şəhərlərindən biridir. Bu Marseille'dir. Bravo, oyunculara təşəkkür edirəm. Keçin öz yerinizə. Biz isə bəlli raundda
digər mövzu ilə, Skandinaviya rəssamlığı mövzusu ilə oyuna davam eləyəcəyik. Fin rəssamı Edward Easton'un vətənpərvər motivli hücum rəsmində qartal əlində qanunlar kitabı olan qadına hücum eləyir. Bu rəsmdəki qadın haranı simvolizə eləyir? Yarımada. Elə Finlandiyanın özünü bəlkə. Elə Finlandiyanın özüdür bu, bəli. Davam eləyirik. Fröydis Havardsholmun bu rəsmində ağaca sarılmış ilanı və bu ikilini görmək olar. Old school. Adəmlə Həvva. Adəm və Həvva, bəli, doğru cavabdır. Tarixçilər yazırdı ki, o bir sərgidə qəribə, skeletə bənzər Peru mumyasını görmüş və bu mumyadan ilhamlanmışdı. Alyans. Ola bilsin bu Munk'dur. Bu həqiqətən də Edvard Munch'dur. Qışqırıq əsərindəki fiqur haqqında yazılardan biri məhz belədir. Davam eləyirik. İsveçli rəssam Anna Boberg bunları öz rəsmlərində çəkə bilmək üçün Norveçin şimalına və şimal qütbünə səyahət eləmişdi. Birinci düyməni old school sıxıb. Olsun auroralar, qütb parıltıları. Aurora Borealis, qütb parıltısı. Mən qəbul edirəm bu cavabı. Bravo, davam eləyirik. Martin Wingen'in Nəhənglərlə döyüş əsərinin əsas fokusu ətrafında ildırımlar olan budur. Bu, sahibi tərəfindən yüksəyə qaldırılıb. Alyans. Ola bilsin bu Thor'un çəkici Mjölnir'dir. O, həqiqətən də Thor'un çəkici Mjölnir'dir. Bunun nə olduğunu deyin deyə soruşacaqdım. Təşəkkür edirəm bütün oyunculara və onlar öz yerlərini ala bilərlər. Bəlli raundda sonuncu mövzunu oynayacağıq. Bəlli raundun sonuncu mövzusu sahibləri yalnız o. Yahudi mənşəli tarixçi Walter Alyans. Holocaust. Laker bundan xilas olaraq ABŞ-yə qaçmağı bacarmışdı. Bravo, davam eləyirik. Əsas hissəsi süngər lateksdən hazırlandığı üçün bu personajın kostyumunun içərisi çox isti. Yarımada. Bob, süngər Bob. Yox, bu səhv cavabdır. Brainist. 3, 2, 1. Loko. Xal silinəcək sizin hesabınızdan. Alyans. Hodor. Yox, bu da səhv cavabdır. 3, 2, 1. Old school'un cavabı yoxdursa, bu Robocop'dur. Davam eləyirik. Deyilənlərə görə Şimali Koreya 1970-ci illərdə iqtisadi çətinliklərlə üzləşərkən İsveçdən sifariş elədiyi 1000 ədəd bunun ödənişini hələ də eləməyib. Yarımada. 1000 kron borc almışdılar da yəqin onlardan. Yox. Yox, bu səhv cavabdır. Digər 3 komanda üçün 3 saniyə vaxt verirəm. 1, 2, 3. İsveçdən nə sifariş eləyə bilərdi onlar dostlar? Volvo sifariş eləmişdi. Hələ də pulunu ödəməyiblər. Davam eləyirik. O, Ant xalqlarının mifologiyasında səma ilə yer arasında əlaqənin simvoludur. 3, 2, 1. Bu kondordur, kondor. Düzgün cavab. Davam eləyirik. Dollar trilogiyasının hər 3 hissəsində geyindiyi bunu Clint Eastwood öz qardirobundan götürmüşdü. Dollar trilogiyası, Clint Eastwood və onun geydiyi 3 ədəd. 3, 2, 1. Clint Eastwood əslində sizə kömək eləyə bilərdi. Ponçoydu. Sahibləri yalnız o, bitdi. Təşəkkür edirəm oyunculara, yerlərini ala bilər.
Biz şərtli raunda keçid alırıq. Şərtli raundun qaydalarını oyuncular və tamaşaçılar üçün elan eləyirəm. Qaydalar belədir. Bu raundda növbə ilə mən mövzuları elan eləyəcəm və hər mövzuya uyğun olaraq oyuncular tribunada yarışacaqlar. İlk mövzumuz şərtli raundda usi hissəci idi. Vaxt bitdi və oyuncuları oyun masasından kürsüyə dəvət eləyirəm. İlk mövzunu oynamaq üçün usi hissəsi oynanılacaq. Bu hüquqi sənədə ilk dəfə qədim Romada imperator, yarımada Konstitusiya. hakimiyyətinin ayrı-ayrı aktlarının vahid halda birləşməsi adlandırılmışdı. Davam eləyirik. 1966-cı ildə çəkilmiş Səməd Vurğun sənədli filminin senari müəllifi o idi. Alyans. 3. Yusif Səmədoğlu. Bu doğru cavabdır, bravo, devam eləyirik. 2009-cu ilə aid poç markalarımızdan birində o, əlində Renist. Nəsrəddin Tusi. Teleskop ulduzu səmaya baxarkən tutmuşdu və bu yerdə təsvir edilmişdi. Ətrafında qlobus, kitab və yazı masasını görmək olar. Bu Tusidir, bəli, devam eləyirik. Dirijor Louis Antoine Julienin 36 adı olub. Onun xaç ataları kimlər idi? Dirijor Louis Antoine Julie və 36 3 2 1 sadəcə dirijorun orkestrinin musiqiçiləri. 36 ədəd və dirijordan siz buna çıxa bilərdiniz bəlkə də. Bəlkə də yox, bilmirəm. Usi hissəsi, sonuncu sual. Bu dəniz döyüşündə yarımada Susima. Uzaq şərqdə möhkəmlənmək uğrunda başlayan Rus-Yapon müharibəsi Yapon donanmasının həlledici qələbəsi ilə başa çatdı. Bu düzgün cavabıydı və usi mövzusunu bitirdik. Oyuncular oyun masasında öz yerlərini ala bilərlər. Şərtli raundun ikinci mövzusu bədən üzvləri adlanır. Bu bitkinin yarpaqlarının üst tərəfi yaşıl. Yarımada Quzu qulağı. səhv cavabdır. Digər komandalar üçün sualın ikinci hissəsini oxuyuram. Alt tərəfi isə boz, tüklü olur. Ögey ana filmimizdə də ondan bəhs olunur. Old school. İt burnu. Bəli, bu itburnudur. Davam eləyirik. Çingiz Abdullayevin əsərində çevik kəşfiyyat işçilərinə ondan keçə bilən insanlar deyirdilər. 3, 2, 1. Bu iynə gözüdür. Davam eləyirik. Bringi, Hind mifologiyasında Parvati tərəfindən lənətlənən personajdır. Bringi bu lənət nəticəsində bədənini dəstəkləmək üçün gücünü itirmişdi. Dualarının cavabı kimi ona nə verilmişdi? Versiya. Bringi bədənini dəstəkləmək üçün dəstək gücünü itirmişdi. Dualarının cavabı kimi ona nə verilmişdi? Versiya. Yaxşı, verin versiyanı. Üçüncü ayaq. Vurdu də bunu. Bəli, ona üçüncü ayaq verilmişdi. Davam eləyirik. Cənub-Şərqi Asiya regionunun geniş yayılmış kolokasiya bitkisinin enli yarpaqlarına görə həm də belə adlandırırlar. Vurdu old school. 3-2-1. Beş barmaq Bu ağacı. səhv cavabdır. Alyans. Bəlkə ovuçdur, ovuc. Yox, bu da səhv cavabdır. İki komandanın 3 saniyə vaxtı var. 1, 2, 3. Bu fil qulağıdır. Fil qulağı. Mən əslində yarımadadan bu cavabı gözləyirdim. O quzu qulağı demişdim, bəlkə məntiqi sonluğunu tapacaq, amma yox.
Bədən üzvləri 5-ci sual. David Çerni 2014-cü ildə bu yazıçının Başı adlı abidəni Praqanın mərkəzi küçələrindən birinə yerləşdirmişdi. 1, 2, 3. Versiya. Herbert Wells. Praqa və yazıcı bu Mein Franz Rechtsi. Kafkadır. Çox təəssüflər olsun ki, heç kim tapa bilmədi. Bədən üzvləri mövzusunu bitirdik. Oyunçular yerlərini ala bilərlər. Heykəltaraşlıq mövzusunda şərtli raundun növbəti mövzusunu oynayacağıq. Korfuda yerləşən bir heykəldə dabanına sancılmış oxu çıxartmağa çalışan Alyans. Achilles. Hansı mifoloji qəhrəmanı görə bilərik? Bu Akillesdir, bəli, davam eləyirik. Hong Kong Ali Məhkəmə binasının qabağında ona ucaldılmış heykəldə gözləri bağlıdır, əllərində qılınc və Femida. old school Femida. və tərəzi var. Bu Femidadır, bəli, davam eləyirik. Varşavada bu qadına qoyulmuş heykəldə old school Maria Curie. o əlində polonium maddəsini tutub. Bəli, davam eləyirik. Heykəltaraşlıq 4-cü sual. Mississippi çayının bir hissəsi Missouri ştatından axır. Missouri'dəki şəhərlərin birində bu yazıçıya uzaldılmış heykəldə o Mark Twain'di. O Mississippi haqda əsərləri var. O çay gəmisi sükanı arxasında təsvir edilir. Bəli, bu Mark Twain'dir. Mark Twain təxəllüsünü çay gəmilərinə borcludur. Davam eləyirik. Bu muzeyin antik dövr hissəsində sərgilənən heykəldə qadın fiquru və onun qoluna dolaşmış ilanı görmək olar. Bu heykəl kimə həsr olunub? Alyans. Olsun ki, Həvvaya. Yox, bu səhv cavabdır. Digər komandaların cavab vermək üçün 3 saniyə vaxtı var. 1, 2, 3 versiya varsa eşidə bilərəm. Kleopatra bəlkə. Kim? Kleopatra. Sən buna cavab versəydin, xalın 3400 olmuşdu, amma deyə bilmədin. Kleopatra, bəli, o ilan sancması ilə intihar eləmişdi. Komandalara və üzvlərinə təşəkkür edirəm, yerinizi ala bilərsiniz. Biz isə şərtli raundda növbəti mövzunu oynayacağıq. Şərtli raundun 4-cü mövzusu sahitləri eyni olan sözlər oynanılır. 1-ci sual, nominal xal dəyəri 200. 20-ci əsrə kimi Azərbaycan dilində bu kimyəvi element üçün atəş çıxarıcı söz işlənirdi. Brainist. Kükürt. Yox, bu səhv cavabdır. Atəş çıxarıcı 1, atəş çıxarıcı 2, atəş çıxarıcı 3. Fosforu düzgün cavab. Davam eləyirik. Ustaların yapışqan və ya mismarsız kiçik odun parçalarını Alyans Şəbəkə. rəngli şüşələrlə tamamlayaraq hazırladığı məhsullardır. Bu şəbəkədir. Bravo. Davam eləyirik. 1993-cü ildə çəkilmiş Siemenslər Azərbaycanda qısa metrajlı filmində 4 komandada Gədəbəy çıxdı. rayonu. Alyans. Gədəbəy. Bəli, Gədəbəydir. Hadisələr bu rayonda baş verir. Davam eləyirik. Orta əsrlərdə İtalyan tacirlərinin istifadə elədiyi çəki vahidi 0,22 qrama, Ərəb tacirlərində isə daha yüngül. 0. Brainist. Batman. Yox, bu səhv cavabdır. Yarmada. Karat. Bu isə düzgün cavabdır. 0,18 qrama bərabər olurdu. Cavab karat. Davam eləyirik. İkinci məbəd eramızdan əvvəl 5-ci əsrdə Yerusəlimdə Süleyman məbədini əvəz eləyən old school. Solomon məbədi. Bu səhv cavabdır. Digər komandalar üçün sualın digər hissəsini oxumaq istəyirəm. Süleyman məbədini əvəz edən bina idi. Bu məbədin mövcud olduğu illərdə şəhər sakinləri məbədə vergini nə ilə verirdilər?
3, 2, 1, Versiya. ver. Şəkil. Niyə demədin şekel, İsrailin pul vahidi? Saytları eyni olan sözlər bitdi. Oyunculara təşəkkür edirəm. Masa ətrafında yerlərini ala bilərlər və biz şərtli raundda sonuncu mövzunu oynayacağıq. Mövzu peşələrdir. 1950-ci illərdə Mickey Mouse haqqında bir jurnal buraxılışında onu bu peşənin sahibi kimi və pendir ilə Alyans. Süd satan. Yox, bu səhv cavabdır. Digər komandalar üçün sualın kiçik son hissəsini oxuyuram. Və pendir ilə görmək olar. 3, 2, 1. Fotoqraf. Davam edirik. Çin simvollarının daxili quruluşunun özünə məxsus gözəlliyi var. Klassik şeirlərin yazıldığı kalligrafiya özü də vacibdir. Alyans. Cavab olsun xəttat. Yox, bu səhv cavabdır. Reynis düyməni sıxdı. Tərcüməçi. Bu düzgün cavabdır. Bravo Reynis. Davam edirik. Ömər Rəddad 4 il boyunca varlı dul Jislem Marshall'ın malikanəsində çalışırdı. 1994-cü ildə Ömər Marshall'ı qətrə yetirdiyi üçün həbs edilmişdi. Ömərin peşəsi Alyans. Bu detektiv klişesidir, bu bağbandır. Bəli, o həqiqətən də Marshall'ın malikanəsində bağban idi. Davam edirik. Hansı peşə sahiblərinin saçlarını toz sorana bərkidilmiş maşınla qırxırlar? 3, 2, 1. Versiya. Kosmonavtlar və yaxud da astronavtlar. Çox təəssüf. Davam edirik. Bir karikaturada kimsəsiz adada olan iki dostun biri deyir: yenə dovşan əti yeyəcəyik. Bəs digər qəhrəmanın peşəsi nə idi? Reynis. Aşpaz. Bu səhv cavabdır. Digər komandalar Alyans. O yəqin ki sehirbaz idi. O həqiqətən də sehirbaz idi. Bəli, o papaqdan dovşan çıxarma üzrə sehir göstərirdi və peşələr mövzusunu bitirdi. Komandalar öz yerlərinə keçə bilərlər. Eyni zamanda şərtli raundda bitdi. Biz sirli raunda keçid alırıq. Sirli raundun qaydalarını həm komandalar üçün, həm də televiziyada bizi izləyən tamaşaçılar üçün elan edirəm. Sirli raundun qaydaları belədir. Bu raundda oyuncular oyun kürsüsünə çıxandan sonra mövzular elan olunacaq. Vaxt getdi, siz öz sıralamanızı eləyə bilərsiniz. İlk oyuncular oyuncu masasına geçsin və biz sirli raundun ilk mövzusunu oynamağa başlayaq. Və sirli raundda oyuncular öz yerlərini aldı. İlk mövzu neft. Burada iş gücünü artırmaq və bacarıqlı kadrlar yetişdirmək üçün 1950-ci illərdə Bakı Neft Texnikomunun yarımada Neft və Sənaye Universiteti adımızı. Səhv cavabdır. Neft daş. İkinci Old School. Neft daşları. Texnikomunun filialı açılmışdı. Bəli, bu neft daşlardır. Davam edirik. Ludwigin xatirəsinə həsr edilmiş mükafat mühəndislərə, Emanuelin xatirəsinə həsr edilmiş mükafat neft biznesi ilə məşğul olanlara verilir. Onların soyadı necədir? Yarımada birinci düyməni sıxıb, amma bütün komandalar Nobel. cavab vermək istəyir. Bu Nobel qardaşlardır, bravo. Davam edirik. 1973-cü ildə baş verən neft böhranından sonra dünya bazarında qiymətləri sabitləşdirmək üçün hansı təşkilat quorum? Old School. OPEC.
Bəli, tətbiq eləməyə başladı. Bu OPEC-dir. Bravo Old School. Davam edirik. Pensilvaniya neft qızdırması. İnsanların ərazidə küllü miqdarda neft aşkarlamasından sonra yaşanan hadisələrə verilən addır. Pensilvaniya neft qızdırması zamanı biznesmenlərin nefti nələrə yığıb satmağa başladıqlarını deyin. 3, 2, 1. Bu yoxdur versiyanız. Bu bareldir. Barel. Davam edirik. Bu 1900-cü ildə canlı fotoşəkillər kolleksiyası adı altında, elə həmin ildə Parisdə Ümumdünya sərgisində nümayiş etdirilmişdi. 3, 2, 1. Versiya olaraq De. Tahir Savahovun Neftçilər rəsmi deyil. Yox, yox. Versiya var bunun. De. Neft milyonlar səltənət. Yox. Bu Balaxanıda neft fantanıdır. Oyunculara təşəkkür edirəm. Öz yerlərini alsınlar. Sirli raundda ikinci mövzunu oynayırıq. Mövzumuz soyuq. Dənizdən 1000 metr yüksəklikdə yerləşən Kirşlak kurort şəhərinin gerbində nə təsvir edilib? Yarımada? Olsun iqlu. Yox. Alyans? Ola bilsin iceberg təsvir olunub. Yox, bu da səhv cavabdır. Düzgün cavab qar dənəsi idi. Söhbət qış kurortlarından gedirdi dostlar. Davam edirik. Karl Schimper Alp dağlarında olarkən qədim donmuş daş parçaları tapmışdı. Bu daşların tarixini araşdırdıqdan sonra Schimperin hansı termini irəli sürdüyünü deyin. Alyans. Olsun buz dövrü termini. Bu doğru cavabdır, bravo. Davam edirik. Arktika uğrunda gedən mübarizəni jurnallardan biri ikinci nə adlandırmışdı? Alyans hamını qabaqladı. Yəqin ki, ikinci soyuq müharibə. Bəli, bu ikinci soyuq müharibədir. Bravo, davam edirik. Soyuq mövzusu 4-cü sual. Nominal xal dəyəri 1200. Jose Saramago xatırlayırdı ki, kasıb nənə və babası soyuq qış gecələrində onları özləri ilə birgə isti otaqda yatızdırırdılar. Onun ili 2031-ci ildə olacaq. 3, Versiya var. 2, 1. Donuz. Donuz. Yazıcı bildirirdi ki, kasıb ailənin əsas var dövləti donuzlar idi. Sonuncu donuz ili 2019'da olub, bir də 2031-ci ildə olacaq. Davam edirik. 1962-ci ildə professor Robert Ettinger Ölümsüzlük Perspektivi kitabında elmi olaraq bunun əsaslarını təklif eləmişdi. Bunun əsasları... Eşidim cavabı. Bunun əsasları deyirsiniz, krioterapiya olar, amma cihaz olaraq O bunu tapdı, alqışlayaq, bravo! Kriyonik dondurulma idi, düzgün cavab. Mövzumuz bitdi və oyuncuları masa ətrafına dəvət edirəm. Sirli raundun 3-cü mövzusu oynanılacaq. Sirli raundun 3-cü mövzusu təxəllüslər və ləqəblər. 2005-ci ildə 11 quru oyun keçirən Chelsea'nin bu qapçısı Mr. Zero. Yarımada Peter Çex. ləqəbini almışdı. Bəli, bu Peter Çexdir. Davam edirik. Papa, 2. İohan Pavelə bu klubun azərkeşləri Papafanat vermişdilər. Buna səbəb
Pontifik'in bu klubun azarkeşi olması idi. Ləqəbi Papa Fanat, 2. Johann Pavel. Versiya var. Versiya. Versiya keçirsiniz artıq. 3. Bəlkə sıxıb deyəsiniz. Risk hər zaman uduzmaqdan daha yaxşıdır. 2. 1. Ver versiyanı Alyans. Legia Varşova. Yox. Glasgow Yarımada sən ver. Rangers. Glasgow Rangers. Yox. Sizin versiyalarınız yoxdur. Bu Lazio klubudur. Davam eləyirik. Hudi papağa birləşdirilmiş qalın geyimdir. Hesab edilir ki, bu əfsanəvi qəhrəman da adını belə geyimə görə old school, Robin Good'inə görə. belə geyimə görə alıb. Bu Robin Hood'dur, Robin Hood'dur. Bəli, davam eləyirik. Qədim Roma natiqi Siseron tarixə böyük maraq göstərirdi. Belə hesab edilir ki, məşhur ləqəbi də o təklif eləyib. Brainist. Tarixin atası. Bu ləqəb kimə verilmişdi? Herodota. Belə hesab edilir ki, Herodota tarixin atası ləqəbini Siseron verib. Davam eləyirik. Norveç kralı 2. Magnus ölkəsini Britaniya ənənələri ilə idarə eləmək istəyirdi. Nədən istifadə etdiyinə görə ona dizi açıq ləqəbi verilmişdi. Dizi açıq. Old school. 3. Kilt. Bu düzgün cavabdır, bravo. Alqışlayırıq və yerlərinizə dəvət eləyirik. Sirli raundda növbəti mövzu oynanılacaq. Sirli raundun 4-cü mövzusuna başlayırıq. Mövzumuz F-dən A-ya. Kaşina döyüşü, qiyamət günü, müqəddəs Piotr'un çarmıxa çəkilməsi. Michelangelo'nun yaratdığı bunlardan bəziləridir. Yarımada. Florensiya. Səhv cavabdır. Alyans. Freska. Bu isə düzgün cavabdır, bravo, davam eləyirik. Təbiətin öz hekayəsini necə izah elədiyini görmək üçün onları kartlar kimi oxuya bilərik. Alyans. Flora və faunadır. Rebecca Solnit bu statında hansı iki termini kartlara bənzədirdi? Flora və fauna. Davam eləyirik. Bir avtoyarışçının qələbə seriyasından danışılan məqalədə zarafatla onun sanki məğlub olmağa qarşı nəyi olduğu yazılır. Yarmada. Fobiya. Bəli, bu fobiyadır. Davam eləyirik. Kuntz Koniçin rəsmində o, insanlara var dövlət paylayan vəziyyətdə və gözləri bağlı təsvir edilib. Alyans. Femida. Səhv cavabdır. Yarmada. Sual oxuduğunuz yerə təkrar edərsiniz. Yox, artıq digər haqsızlıq ola bilər komandalara. Sizin xal hesabınızdan silinəcək. Old school. 3-2-1 sizdən də xal silinir və Brainist. Fiona. Yox, bu Fortunadır. Davam eləyirik. Arxeoloqlar Pompeydə qazıntılar apararkən kömürləşmiş yuvarlaq formalı xəmir qalığı tapmışdılar. Bundan sonra arxeoloqlar İtalyanların hələ qədim dövrlərdən bunun analoqu ilə tanış olduqları qənaətinə gələ bilmişdilər. Nəyin? 3, 2, 1, alacağım versiyanı ver. Versiya yoxdur. Yoxdur. Bu focacciadır, focaccia. F-dən A-ya mövzusu bitdi. Oyunculara təşəkkür edirəm və biz sirli raundun sonuncu mövzusunu oynayacağıq. Sirli raundun sonuncu mövzusu çaylar adlanır.
Türk mədəniyyətində talih, bəxt, şans mənalarını verən Uraz sözünün bu çayla bağlı olduğu güman edilir. Yarımada Ural. bu səhv cavabdır. Alyans Aras çayı. bu isə düzgün cavabdır. Davam edirik. 1800-cü illərdə Manaus şəhərində opera binasının tikilməsi üçün Brainist Amazon. lazımi materiallar məhz bu çay ilə çatdırılmışdı. Bu Amazonda davam edirik. Bir tarix kitabında Atilla'ya həsr edilmiş hissə ondan Reynə adlanır. Old School. Don. Yox, bu səhv cavabdır. Digər komandanın fikirləşmək üçün 3 saniyə vaxtı var. Ondan Reynə. Versiya var. Ver versiyanı. Tunaydan. Səhv cavabdır. Volga. Sən bu düyməni sıxıb cavab versəydin 900 xal hesabındaydı. Bəli, Volga çayıydı cavab. Davam edirik. 17-ci əsrdə yaşamış aktyor Thomas Doggett şəhər mərkəzindəki iş yerləri və Chelsea-dəki malikanəsi arasında rahat gediş-gəlişi eləyə bilmək üçün Brainist Temza. Watermenlərə etibar eləyirdi. Bu watermenlərin hansı çayda fəaliyyət göstərdiyini deyin. Bu Temza çayıdır. Bravo! Davam edirik. Tarixçi Jan Dlugoş yazır ki, kralın qızı Vanda Alman şəhzadəsinin evlilik təklifini rədd eləmişdi. Bundan sonra şəhzadənin ölkəsini Brainist Dunay. bu səhv cavabdır. Digər komandalar üçün sualın qalan hissəsini oxuyuram. Bundan sonra şəhzadənin ölkəsini bir daha işğal eləməyəcəyindən əmin olmaq üçün Vanda özünü bu çaya ataraq intihar eləyir. 3, 2, 1, bu Visla çayıdır. Oyunculara təşəkkür edirəm, onlar öz yerlərini ala bilərlər. Biz isə Xəmsə Milli İntellektual oyundan növbəti mərhələyə keçid alırıq. Mərhələmiz fərdi raund adlanır. Fərdi raundun qaydalarını elan edirəm komandalar üçün. Bu raundda hər komandadan bir oyunçunun oynamaq şansı var və artıq komandalar öz namizədlərini mənə təqdim ediblər. Mən isə xalı az olan komandadan çox olan komandaya doğru onları oyun kürsüsünə göndərəcəm. Əvvəlcə Brainist komandasından Murad Xəlilini yaşıl tribunaya göndərirəm. Buyur Murad. Və Yarmada komandasından Nilüfer Tağıyevanı 2700 xalla sarı tribunaya göndərirəm. Buyur Nilüfer. Old School komandasından Rəsul Rızayevi qırmızı tribunaya göndərirəm. Buyur Rəsul. Və Lider Alyans komandasından Eldar Həsənlini də göy tribunaya göndərirəm. İndi sizə mövzuları təqdim eləyəcəm. Yenə az xal olan komandadan çox xal olan komandaya doğru bir-bir mövzulardan imtina eləyəcəksiniz. Mövzular belədir. Əlifba sırası ilə şəhərlər, qadınlar, adalar, inisiallar eyni, Yunan mifologiyası. Əvvəlcə imtina haqqı Brainist komandasındadır. Buyurun. Yunan mifologiyası. Mifologiya artıq bizimlə deyil. Yarmada komandası, növbə sizindir. Əlifba sırası ilə şəhərlər. Əlifba sırası ilə şəhərləri də oynamırıq. Old School. Adaları oynamırıq. Adaları da oynamırıq və sonda Eldar iki mövzudan birini seçəcək. Gəlin inisialları eynini oynayaq. İnisialları eynini oynayırıq. Onun 1940-cı ildə ekranlaşdırdığı Böyük Diktator filmi ABŞ senzurasından keçməmişdi. Old School. Charlie Chaplin. Bu Charlie Chaplin'dir, bəli, davam edirik. Fərqli figurlar kimi şifrələnmiş telefon nömrələri, evlər, onun yaratdığı kubistik kriptografiyanın
Old school. Pablo Picasso. Bu Picasso'dur, bəli. Bəzi nümunələridir. Davam eləyirik. Asqar Cumaldinyev ölkəsinin riyaziyyat və fizika sahələrinin inkişafında böyük rol oynamışdır. Alimdir. Cumaldiniyevin xaricdə təhsil alması, onun yaratdığı Bolaşaq dövlət təqaüdü nəticəsində mümkün olmuşdu. Kimin? Alyans. Nursultan Nazarbayev. Bəli, Nursultan Nazarbayevin. Bravo. Davam eləyirik. Təşəkkürlər Əjdaha mükafatı US mədəniyyətini və dilini qlobal miqyasda təbliğ edən insanlara verilən mükafatdır. Bu mükafatın ilk laureatının 1976-cı il doğumlu hansı aktyor olduğunu deyin. Üç, 2, 1. Ryan Reynolds idi bu. Davam eləyirik. 1918-ci ildə o, kongrestəki çıxışında müharibədən sonraki dünyanın Brainist, Woodrow Wilson. dünyanın yenidən qurulmasını nəzərdə tutan 14 bənd adlı tezisini irəli sürmüşdü. Bəli, bu Woodrow Wilson'dı. Bravo. Brainist komandası bu suala düzgün cavab verməklə o da özünü xəmsə raunduna daşıdı. Çünki xəmsə raundunun belə bir qaydası var idi ki, yalnız hesabında müsbət xal olan komandalar oynaya bilərdi. Əgər siz cavab verməsəydiniz, mənfi xalla sizinlə mən sağollaşacaqdım. Amma sən nəinki özünü, bütün komandanı xəmsə raunduna daşıdın. Xəmsə raunduna keçid alırıq. Böyük Qayıdış Kubokunda final mərhələsində gəldik çatdıq xəmsə raunduna. İndi komandalar öz hesabında olan xallardan nominal gediş edəcəklər və bizim sekundantlara təqdim edəcəklər. Təbii ki, mənim mövzunu elan elədiyim andan etibarən xəmsə raundunun mövzusu tarixdir. Vaxt getdi, siz öz hesabınızdakı xallardan nominal gediş eləyə bilərsiniz. Və Böyük Qayıdış Kubokunda final mərhələsində gəldik çatdıq xəmsə raundunun sualını səsləndirməyə. Sual belədir. Diqqətli olun. 1984-cü ildə Sarayevada keçirilən buz üzərində bal rəqsləri çempionatında Din və Torvil cütlüyü maksimum xal qazanmışdılar. Bu yarışın keçirildiyi tarixi tapın. Vaxt getdi. Gediş olunan xallar da mənim əlimdədir. Cavablar da, çempion da birinci yerdə, ikinci yerdə. Hər şey o qədər mürəkkəb və o qədər həyəcanlıdır ki, o həyəcanı sizin də diqqətinizə çatdıracağım, dəyərli tamaşaçılar. Amma əvvəlcə xəmsə raunduna gedərkən komandaların hesabındakı xalları diqqətinizə çatdırmaq istəyirəm.
Qırmızı masada əyləşən Old School komandasının 4100 xal var idi. Yaşıl masada əyləşən Brainis komandasının 1400. Sarı masada əyləşən Yarımadanın 2700 xal var idi. Və Alyans komandasının isə 5600. Onlar isə göy masada əyləşiblər. Gedişlər belədir. Alyans 2601 xal gediş eləyib. Yarmada 301, Brainist 1303, Old School isə 1301. İndi isə yazılan cavabları deyirəm. Bir komanda yalnız yarmada 10 oktyabr yazıb. Digər 3 komanda isə 14 fevral. Əgər 10 oktyabr cavabı doğrudursa, bu günün finalın çempionu yarmadadır. Əgər 14 fevral cavabı doğrudursa, Alyans bu mövsümdə Böyük Qayıdış Kubokunun çempionu olacaq. Sualımız belə idi. 1984-cü ildə Sarayevada keçirilən buz üzərində bal rəqsləri çempionatında Din və Torvil cütlüyü maksimum xal qazanmışdı. Bu yarışın keçirildiyi tarixi tapın. Cütlük sevgililer günündə bal rəqsində qalib olmuşdu. Düzgün cavab 14 fevraldı. Alyans bu mövsümün Böyük Qayıdış Kubokunun çempionudur. Təbrik edirəm onları. Bravo. Gəldik çatdıq finalın ən maraqlı mərhələsinə təltif etməyə. Və mən ilk olaraq universitet komandalar arasında Böyük Qayıdış Kubokunun intellekt cəngavəri tituluna layiq görülmüş oyuncu Qurban Quliyevi bura dəvət edirəm. Təbrik edirəm, uğurlarınız bol olsun. Siz bugündən bu titul əlinizdən alına qədər universitetlər arasında intellekt cəngavərisiz. Sağ olun. Buyur, keçə bilərsiniz yerinizə. Və üçüncü yerin qalibini dəvət eləmək istəyirəm. Bu Brainis komandasıdır. Buyursun. Təbrik edirəm. Uğurlarınız bol olsun. Bu sizin kubokunuz. Və əminəm ki, növbəti dəfə siz də çempion olacaqsınız. Çünki buna layiq komandasınız. İkinci yerin sahibi olmuş komandanı Old School'u bura dəvət edirəm. Onların da kuboku buradadır. Təbrik edirəm. Uğurlarınız bol olsun. Hər birinizə növbəti intellektual oyunlarda daha yaxşı oynamaq arzu edirəm. Əslində yaxşı oynuyordunuz. Sadəcə olaraq xaldır da, mənfi, müsbət. Buyurun, bu da sizindir. Təbriklər, uğurlarınız bol olsun. Keçə bilərsiniz yerinizə. Sağ olun. Və demək olar ki, Universitet Liqası başlayandan didişə-didişə, dalaşa-dalaşa, savaşa-savaşa gəlib axır ki, çempion oldular. Alyans komandasını dəvət edirəm bura, onlar da alqışlayaq. Bravo. Dostlar, siz buna layiq idiniz, həqiqi mənada layiq idiniz, güclü oynadınız, uğurlu oynadınız və Böyük Qayıdış Kubokunun sahibisiz. Bravo! Xəmsən milli intellektual oyunu universitetlər arasında Böyük Qayıdış Kubokunu yekunlaşdı. Qaliblər bəllidir və onlar öz intellektlərinə güvənərək bula gəlmişdilər. Siz də öz intellektinizə və biliyinizə güvənirsinizsə, bizimlə yarışlarda iştirak edə bilərsiniz. Azərbaycan televiziyasının evində bizə baxdınız, təşəkkür edirik və bir söz deyəcəm. Bilən hər zaman qalibdir. Yaşasın intellekt, yaşasın bilik və yaşasın savadlı gənclik. Sağ olun.